sahilinde. Darıxdım ben senin için. O soyuq axşamlar, o çizgili yaşlar, həsrətdən yanan baxışlar üçün, o şirin xəyallar, el çatmaz misallar, imanlı cavabsız suallar üçün. Darıxdım sənin üçün mən yaman darıxdım. Yollarda bembeyazlar, o qollar üçün. Darıxdım, darıxdım, mən yaman darıxdım. Ruhuma sarılan o qollar üçün. Darıxdım, darıxdım, mən yaman darıxdım. Ruhuma sarılan o qollar üçün. Hər vaxtınız xeyir olsun, çox hörmətli və dəyərli tamaşaçılarımız. Hər zaman olduğu kimi yenə də bugün mən Qənirə Şəmmət qızın təqdimatında Qızıl Səslər verilişi efirdədir. Dəyərli tamaşaçılarımız, bildiyiniz kimi Qızıl Səslər verilişinə hər zaman bir-birindən dəyərli qonaqlar dəvət edirəm. O cümlədən bugün də çox dəyərli qonaqlar dəvət eləmişəm. İstərdim vaxt itirmədən qonaqlarımı bircə-bircə sizlərə təqdimat edeyim. İlk qonağım beynəlxalq jurnalist, filologiya üzrə fəlsəfə doktoru Anar Vəziroğlu. Xoş gəlmisiniz. Hoş geldin. Növbəti qonağımız gözəl musiqiçi, gözəl müğənni Vaqif Əsədov. Xoş gəlmisiniz. Sağ olun. Bir nəfər xanım qonağım gəlib, bilirsiniz, bugünkü verilişimiz Aygün bəylərə həsr olunacaq. Böyük sənətkar, ölməz sənətkar Aygün Zümrüd. Xoş gəlmisiniz. Bacısı. Növbəti qonağımız şanson mahnılarının gözəl ifaçısı Natiq Ələkbərli. Siz də xoş gəlmisiniz. Tarım Kamanım mənim televiziya müsabiqəsinin müəllifi və rəhbəri Ağasəfər Səfərov. Xoş gəlmisiniz. Vaqif mənim, bugünkü mövzumuzun adı xatirələrdir. Veriliş həsr olunur Aygün bəylərə. İstərdim ilk sözü sizə Aygün xanım haqqında öz fikirlərinizi. Əvvəla salamlayıram. Bu bayram münasibəti ilə də təbrik edirəm xalqımızı. Hayf ki, bu bayramlarda Aygünümüz bizimlə yoxdur. Onun yeri görükür. O bizi o bir tərəfdən izləyir. Çünki mən Aygünə sənətin, əsl sənətin şəhidi deyirəm. O elə belə getmədi bu dünyadan. O bizim ürəyimizdə yaşayır. Hamının ürəyində yaşayır. Bir günlər bir adamı tapa bilməzsiniz ki, desin ki, Aygün üçün belə orta danışsın. Hamının ürəyi ağrıya. Onun dəfinində deyim sizə ki, çox adamlara çox pis təsir elədi o. Böyük bir itki oldu da. Elə bil ən doğma insanını itirən adam o qədər kədərlənmirdi, nə ki Aygünü itirib. Elə bilirdilər ki, ailəsindən bir adam getdi. Amma bu notlarla başladım, çünki mən biraz, mənə deyəndə hamıya ağırdı, mən özümü şəxsən qeyd eləmirəm. Aygün uşaqlığından gözümüzün qabağında böyüyüb. Bu adam doğuşdan sənətkar idi, fitri istedadı idi. Bu sonra gəlib sənətkar olmadı. Bu anadan gəlmə elə bir istedad idi ki, bu ilk
çıxışlarından parlamağa başladı. Hətta mənim bir rəssam dostum vardı, Çingiz Əziz. İndi də sağdır, Allah onun canını sağ eləsin. Mənə dedi ki, bu uşaq Azərbaycanın Edith Piafıdır. Hələ o vaxt təzə çıxanda. Elə bir möhtəşəm səs, elə bir möhtəşəm ifalar, o bütün vücudu ilə o musiqini hiss eləyib oxuyurdu. Uşaq vaxtlarından musiqi ifa eləyirdi ki, həvəs olur. ona laqeyd elə belə sakitcə qulaq asmaq mümkün deyil. Cəlb eləyirdi ki, sən girəsən onun musiqisinin içərisinə və onunla bir yerdə yaşayasan. O çox böyük sənətkar idi. Heyf ki, qiyməti layiqincə verilmədi. Məsələn, bilirsiniz nətərdir? Mən heyfslənirəm ki, belə sənətkarlar çıxan kimi, bunu gözləməyinlə ki, bu yaşayacaq, öləcək, ondan sonra mən ona qiymət verəcəm. Lazımdır o. Neysə, Aygün haqqında çox danışmaq olar. Məsələn, onun müəllimi mənim dostum idi, düzdür məndən kiçik idi, məndən çox kiçik idi, Bəylər. Onun da bir qardaşı vardı, Xanlar, o da klarnet ifaçısı idi. O Bəylər onu hiss elədi, gördü, çıxartdı, toylarda, adətdə, həm də fikirləşirdi ki, belə bir səs, belə bir sənətkar onun özünə də xeyirdir də. O getdikcə onun şöhrəti də onunla bərabər gedirdi yuxarı. Və Aygün o qədər sadiq insandır ki, onun adını Aygün Bəylər oldu. Görün, nətər çörək itirməyən, haqq itirməyən insandır. Və onun da gərək haqqı itirilməyəydi. Bir günləri Zümrüt Aygün yanımda oturub, Allah saxlasın onu. Məsələn, onun xatirəsisən. Çox gözəl ki, məsələn, sən Aygün elədin, adı familiyavi. Neysə, Aygünə Allah Rəhmət eləsin. dilim gəlmir deyim ki, mən onu yaşayan görürəm. Bilirsiniz də mən nə demək istəyirəm. Onlar ancaq burada dünyasını dəyişdi. Çünki bu dünya ona onun istedadının qabağında haqqını vermədi. Düzdür, əməkdar artist falan beşmək, amma əməkdar artisti deyirdi, öyle uşaqlığından xalq artisti idi. Bəli, o, yəni xalq sevdiyini sevir. Popüler olmaq başqa şeydir. Popüler olmaq tamamilə başqa şeydir. Bir günləri çox oxuyanlar var ki, özü də dedi də o vaxt bir veriliş oldu, orada dedi ki, sənətkar deyəndə bizdən bir ağzının danışığın bilginə. Gör, kimə sənətkar deyirsən, kimə nə deyirsən. Lap yerində deyil, düz. Düz deyir, çünki o düz deməyə bilmir deyə. Bilirsiniz, o Haqsızlığı sevmirdi, haqqı danışırdı həmişə. ağılla danışırdı, Bilirsən mən niyə? ürəklə danışırdı bu adam. Ustad, bilirsiniz niyə? Çünki o danışan adam var ya, onun səviyyəsində olmur, ona görə. Aparıcının görə səviyyəsi olmalıdır, qarşı tərəfdə oturanın səviyyəsi olmalıdır, savadla cavab verməlidir. Çayxana yox. Çayxana adam oturmalıdır qabağında və deməlidir ki, filan kəs belə getdi, filan kəs belə getdi. Bu özü ən böyük cinayətdir, bayırsan. O qabaqçı savadlı adam otursa, Aygünə sağ, mən jurnalist kimi qaçdım o vaxtı. Niyə? Mikrofona... İlk dəfə, mikrofon vardı burada. Hə, var mı? Hə. İlk dəfə mən tak ki, zəng elədim, onlar hələ populyar olmamışdı, görmüşdüm, eşidirdim, haqq-sabdan, babam əlindən filan şeyləmi ki, getdim görüşməyə filan şey, inan ki, görüşməyə macal vermədi. Niyə? Təsəvvür ki, o qədər sadəlik deyildi, bu loğru danışırdı, loğru. Dayı bağışlama, saxta cümlələr demirdi özündən, ayda bilmə. Deyil, qardaş, gətir, gəlib oturmuşsan da, yadıma gəlir ki, axırda dedim ki, nədən da incidim, mənə da intervyu da vermədi. Dedi, yox. Allah koysa qardaşımın toyuna səni çağıracağım. Çağırdı da, getdim kəndə filan şey edim. Bax, bir də dostluq vardı insanda. O qarşı tərəfi, bilirsən, savadsız olanda müəllim, həmişə gəlib o çıxır nəyə, çayxanaya çıxır. O söhbətin şirini yoxdur. Mən həmişə sizin haqqında bir söz deyəndə deyəm ki, ustadım niyə görə deyirəm bu sözü. Mən heybət demirəm. Söhbət ondan gelir ki, bəli, siz o səviyyəyə gəlib çıxmışsınız.
alim haqqında deyirəm, bəli bunu. Və o bilər haqqında deyirəm. Amma bəzi adamlar var ki, çıxır, ancaq döyüşə çıxır. Sən deyir, ana, sən bunu bilmirsən. Mən onu xırdalıyam ki, xeyr, sən bilmirsən. Sən özü atdan ortaya çıxmısan, qalmadan yaratmağa. Burada başqa şey yox. Sizdən üzr istəyirəm. Buyurun. Estağfurullah, estağfurullah. Çox düz deyirsiniz. Bilirsiniz, bu günləri tək bir adam deyil axıblar. Bəli, bəli. Bunlar böyük sistem yaradıblar. Elədir, bəli. Elə bir sistem yaradıblar ki, o istedadları məhv eləmək üçün sistem yaradıblar. Çox qəribədir ki, mən bunu ustad deməliyəm ki, nəyə görə? Çox qəribədir ki, təsəvvür, mən hələ bu vaxtı 63 yaşım var. Bilmirdim ki, mən qarşı tərəflə polemikaya girirəm. Başqaları like edir onu, yüzlərlə, minlərlə. Sən demə, bu adam hazır ona görə çıxıb, ona pul verir. Mən ayrılmışam bunu 2 yıl bundan qabaq. Ki, necə ola bilər, axı sözün düzün mən dedim və güya. Məni like edir, məni ancaq söylə bir ikisi. Amma qanlar takı qarşı tərəfi tərəflik yox, sən ustadsan, sən dünya görmüşəm nəsin, təsəvvür et. Özləri adamlar ilə qəşəngdirlər ki, pul qoyurlar cibinə. Vəssalam, budur. Keyif. İnşallah biz ümid, Allahdan ümid kəsilməz. İnşallah ki, bu işlər də yavaş-yavaş düzələr. İnşallah. Yəni ki, Aygünümüzün ətrafında danışırıq. Aygünün səsi də, çalğısı da, oxumağı da, özünü aparmağı da, danışığı da sənət idi başlamaya da. Ona, mən elə onun ruhunun qabağında baş əyirəm. Hətta mən Bu sizin böyüklüyünüzdür. bir dəfə bir toyda idik. Veyahut da dedim mən bunu, Mirzə müəllim, Mirzə Babayev biraz ötkəm danışdı Aygünlə. Çox ötkəm danışdı. Mən dedim ki, Mirzə müəllim, niyə belə danışdın sən? Dedi, yox, görmürsən, götürüb Koroğlunu oxuyub. Koroğlunun ariyasını oxuyub. Dedim, oxuyub da. Yox, o qızdır, gərək oxumasın. Yox, bu hər yerə əl atır deyə çıxır. Əla da çıxırdı orada. Əla çıxırdı, nə inirdisə əla çıxırdı. Ona görə, İstədiyini inirdi. nə bilim valla, Allah ona rəhmət eləsin. Allah rəhmət Amin. Min rəhmət eləsin ona. Yəni bizim sevgilimiz olub, sevgilimizdir, olacaq da həmişə. Mən bu qədər də, mən çox danışdım. Vaqif müəllim, çox sağ olun. İstərdim ki, sözü Natiq müəllimə verəm. Aygün bəylər haqqında öz fikrini desin. Amma istəyirəm o söz demədən əvvəl bir dəqiqəli sükut elan eləyək Aygün bəylər üçün. Sükut elan eləyək Aygün bəylər üçün bir dəqiqə. Aygün bəylər böyük sənətkar idi. Qənimə xanım, xoş gördük sizləri. Çox sağ olun. Gözəl qonaqlar. edirəm. Təşəkkür edirəm ki, bu cür gözəl qonaqlar dəvət etmişsiniz. Çox sağ olun. Sizin izləyiciləri, xalqımızı Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Hamıya ruzu bərəkət arzulayıram. Bugün çox gözəl mövzu seçmişsiniz. Mən bilmirəm, siz bunu bilirdiniz yoxsa nətər, ya mən danışmamışam sizlə Aygün bəylə. Ağa Səfər müəllimdən bir yerdə fikirləşdik ki, mövzunun adını belə qoyaq. Yox, mən bildim. Bəs mən çox yaxın olmuşam. Anonsda var idi, sizdə yazmışdınız. Aygün xanımla, Aygün xanımın hətta evinin məşqlərində də olmuşam. O qədər mən çox istəyirdim. Mən Azərbaycana 2007-də gəlmişəm. Mən 18 il Rusiyada yaşamışam. İnanın Allah, mənim qulaq asdığım indi bir çoxları var, ancaq əsas 2 adam idi. Alim Qasımov, bir də Aygün bəylər. Hansı ki, mən Rus mahnıları, yəni şanson mahnıları oxuyan adam. Mənim özümdə muğam, Bülbül Anlama kitabda oxumuşam. Yəni o vaxt səsim olub, o zil səsim olub. Aygün xanım oxuyanda, yəni mən elə bilirəm ki, siz bunu bilirdiniz, mənə çağırmışsınız bura. Çox yaxın idik. Hətta aramızda bir balaca şənlik də olurdu bizim. Yenə də toyda danışırdıq. En şənliklərində çox olurdu. Xüsusilə də Cənub bölgəsində. Mən sizə zəng edib deyəndə deyəcək, mütləq gələrəm. Yox, mən bilmədim Aygün xanım haqqındadır. Mən onu eşitmədim. WhatsApp-da yazmışdı Mən yəqin. danışır. Mən özümə fikirləşirəm ki, Qənimə xanım hardan bilək? Yəni mənim elə gözəl dostluq münasibəti, özü də dostluğa sadə idi bir sözlə. Mən elə bir o cür sənəti, o cür necə deyərlər, ürəyi olan bir insanın o qədər sadə olmağın bizdə bir balaca başqa cür görünür. Ancaq o elə düz yaşadı, düz oxudu, hamıdan. Onun bir sözü var, mənim hələ də mənim yadımdan çıxmaz. Bir dəfə oturmuşduq, çörək yedik. 4-5 musiqiçi idi.
Elə musiqidən söz düşdü bu oxumaqdan. Dedi ki, ürəkdə Alim Qasımovdan başqa Azərbaycanda heç kimi qəbul eləmirəm. Yəni bunu gedin, harda danışırsınız, danışın. Yəni Alim Qasımovun ürəyindən başqa mən ürək tanımıram, bir də özümə. Bunu hər adam ürək eləyib deyə bilməz. Allah qəni rəhmət eləsin. Heç qismət olmadı, yasın. Mən Rusiyadaydım. Mən xeyir işim vardı, gelmişdim, gələ bilmədim. Allah qəni rəhmət eləsin. Mənim nə lazım idi, onun haqqında xoş sözləri dedi. Çox sağ olun. Həqiqətən o bizi o tərəfdən görür. Nakam köçdü, Allah yerdə qalan əzizlərinə can sağlığı versin. Ancaq mən bir söz deyim, o əbədi yaşayacaq, onun oxuduqları hərəsi bir əsərdir. Mən eşitdiyimə görə o elə bir əsər yazıb ki, hələ üzə çıxmayıb. Deyəsən, yaxınlarda o üzə çıxacaq inşallah. Mən elə bir məlumatım var. Nə sənətkar, nə sənət heç vaxt ölməz. Çox sağ olun, təşəkkür edirəm. Birazdan sizə yenə söz verəcəm, ancaq musiqi ilə istərdim ki, Ağa Səfər müəllimə söz verim. Aygün bəylər haqqında fikrini söylərsiniz. Çox sağ olun. Birinci növbədə mən günlərin Qurban Bayramıdır. İstəyirəm bütün burada oturanları, bizə dinləyənləri, bizə qulaq asınları, Azərbaycan xalqını, bütün dünya müsəlmanlarını Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Onların kəsildiyi qurbanları Allah dərgahında qəbulunu diləyirəm. İnşallah ki, hər ildə bu təntənəqlə Qurban Bayramını keçirək Allahın izni ilə. Qaldı ki, Aygün bəylər haqqında çox söz demək olar. Yəni bir saatlıq, bir günlük, bir aylıq, nə bilim, verilişə sığılmaz. Çünki biz bura çox sənətkarlar yığardıq, çox tanınmış insanlar. Əlbət ki, hamısı da şübhəsiz ki, gələrlər. Çünki Aygün belə bir insan idi ki, o heç bir kəsin nə xətrinə dəyib, nə şey, bu sadə bir insan idi. Bu fitri bir istedad idi. Bilirsizmi? Aygün bəylər yaradıcılığı, Aygün bəylər sənəti həqiqətən ölməz bir sənətdir. Bu insanda mən deyərdim ki, bu Allah vergisi idi bu səs onda. Bu onda Allah vergisi idi. Yəni ki, bu insan bu çıxışlarını, bunun musiqiləri, hər bir janrda, bu yadımda mənim düz deyir, hər bir janrda Aygün xanım çıxış eləyirdi. İstəyir muğamdır, xalq mahnılarıdır, bəstəkar mahnılarıdır, estradadır və folklor, hər bir janrda. Hamısında da birinci yer. Hamısında da birinci yerdir. Siz ki, bunun bu səsi özdəki bir var ki, indi biz deyirik sənətkar. Məsəl üçün, çoxlarına biz deyirik sənətkar. Amma iş orasıdır ki, bu sözün yəni ki, o necə deyil, dəyəri var. Sənətkar həqiqətən bu gecə-gündüz, mən az çox tanıyırdım, bilirdim, bu gecə-gündüz bu insan durmurdu. Ton şənliklərindən gecə saat 1-də 2-də qayıdırdı, otururdu, muğam öyrənirdi, otururdu, qəzəlləri əzbərliydi. Bir gecə, iki gecəyə, səhərə kimi qəzəl öyrənirdi ki, deyirdi, mən sabahları, misal üçün, Nardaranda toyda olacağım, sabahın maçlarda toyda olacağım. Özdəki hələ bir yerlər deyirdi ki, orada sənətə, muğama qiymət, dəyər verirlər. Həm də ki, orada sadəcə olaraq hamısı, bağışlayın məni, o Manaf Ağayevin bir sözü var idi, yaxşı bir söz deyirdi ki, mənə deyir, toya çağıranda Dardarana, yəni misal, Bax kəndlərində, mən deyirəm ki, soruşaram orada, xanəndə varsa mən gedirəm, xanəndə yoxdursa mən deyir, gedməm. Çünki niyə görə ki, orada deyir, nəyəsə düz oxumaram deyir, məni saxlayarlar. Deyərlər ki, bir daha deyir, yəni ki, mən özümə sığışdırmaram onu ki, yəni ki, mən bunu bilmirəmsə, mən nə olsun deyir, Manaf Ağayevin. Bilmədiyi işə girişmir. Bəli, yəni söhbət ondan gedir ki, yəni bu bilmədik, bu necə deyərlər, bu cavanlığına, bu gənc yaşlarından, bu musiqiyə bunun həvəsi, gənc yaşlarından bunun bu cür muğama həvəsi, inanırsınız ki, mən vallahi həqiqətən bu fitri istedaddır, bu Allah vergisidir bundakı. Qurban Allaha, əlbəttə ki, bizim yəni ki, aramızdan tez götürdü Allah Teala onu. Əlbəttə ki, yeri cənnətlik olsun. Amma Aygün barədə çox danışmaq olar. Yəni, onun üçün bəstələnən mahnılarda, yəni tək musiqini oxumağından getmək, əlbəttə ki, burada musiqidən də çox söz asılıdır, yəni ki, musiqini bəstələyənlərdən də, onlardan, misal üçün, biri Vasif müəllim idi. Vasif müəllim, Allah rəhmət eləsin, Vasif adı gözəl olur. Sonra Aygün Səmədzadə xanım, Aygün xanım Səmədzadə. Yəni, Aygün Səmədzadə üçün çox gözəl mahnılar yazıb. Həmdir ki, ilk necə deyərlər, onun vizit kartı olan Tut Ağacı mahnısını həqiqətən çox məharətli. Möhürünü qoydu mahnını. Bəli, ifa edib. Hətta bizim Ulu Öndər Eldar Əliyev də o mahnını
dönə-dönə deyir, mən bildiyimə görə ki, qulaq asıb, xoşuna gəlib həqiqətən. O çağırıb öz qabında ki, yəni ki, bu qız kimdir, Allah ki, bu cür bundan səs, bu cür oxuyur bunu. Həqiqətən. Düz indi mən hərdən sosial şəbəkələrdə fikir verirəm, çox cavanlar istəyirlər ki, bu Aygün bəylər kimi səsi, yəni boğaz etsinlər, oxusunlar, çeyiləsinlər, düzdür. Bu, bir tərəfdən sevindirici bir haldır. Yəni ki, xaricə üz tutmurlar, yəni başqa bir bayağı mahnılara üz tutmurlar. Aygün bəylərin, Aygün bəylər repertuarlarını üz tuturlardan oxuyurlar. Bu sevindirici hal. Bəli, əlbət ki, o cür oxuyab, o cür istədə bilərlər, oxşada bilərlər. Amma Aygün kimi, mən açıq sosial şəbəkələrdə Zümrüd xanımı bir-iki dəfə gördüm səsini. İnan Allah'a mən qaytardım onu, bir də qulaq astım, bir də qulaq astım, bir də qulaq astım. O özümdə mən analiz elədim ki, bəli, onun davamçısı Zümrüd xanım ola bilər. Çünki səs. Birinci növbədə genetika, bu acıdır. İstər-istəməz bu səs oxşayar. İkinci də ki, əlbət ki, Aygün, yenə deyirəm, Aygün sənəti çox böyük bir sənət. Aygün bu dəqiqə hal-hazırda, bəlkə də indi deyərlər, bizi də görür, eşidir də, misal üçün onun haqqında ki, bu da verilişi biz hazırlamışıq. Qulaq asır, bəlkə də bizə yeri yanında deyirəm, məkanı cənnət olsun. Amma aramızdan çox tez getdi, çox tez getdi. Yenə deyirəm, inşallah ki, bu axırıncı veriliş olmayacaq, biz çalışacağıq ki, nə qədər bacarıqsa Aygün barədə. Çünki çoxsu deyir ki, misal üçün o xalq artisti vermədilər. Mən bir də söz deyim sizə, bəli, indi müəyyən bir səbəblərə görə olubmu, ya çatdırmıyor, yəni şeydən bilərsə, söhbət ondan gelir. Söhbət ondan gelir ki, o xalqın artisti idi. Artıq o xalqın artisti idi. Mən onun düzdür, vida konsertində müəyyən səbəblərə görə ola bilməmişəm. Ancaq mən o konsertdə baxırdım, mən dönə-dönə baxmışam, hətta telefonumda da yazmışam onu. İnansız, vaxt olub ki, mən bir gündə 3 dəfə o konsertə baxmışam, 4 dəfə baxmışam. Hər dəfədə bir təzə bir şey. Oradakı olan boğazlar, ilahi necə oxuyur. Necə boğazlar edir orada, zal, valla zalın yarısı alırdı. Zalın yarısı gözləri dolmuşdu, kişili, qadınlı, hamısı ayaq üstə alqışlayırdı o xanımı. Yəni, bilirsiniz, mən həqiqətən bir var fitri istədad, bir Allah vergisidir. Qurban Allaha bu bizim necə deyərlər, aramızdan tez götürdü onu. Məsləhətinə şükür, əlbət ki. Çox sağ olun, təşəkkür edirəm. Ağa Səfər müəllim, bildiyiniz kimi, bayaq siz bir söz dediniz ki, Aygün bəylərə nə qədər veriliş eləmək lazımdır, gən o qədər də eləyərik. Aygün bəylərə sizin hörmətiniz, sevginiz, sənətinə çox böyük olur. Ona görə də mən bu dəfə mən Ağa Cəbrayıl müəllim dəvət eləmişdim, işi çıxdı, gələ bilmədi. Salam söylüyorum buradan ona. Gələn dəfə Alim Qasımovu dəvət eləyəcəm. Yenə bir Aygün bəylərə belə veriliş eləyərik. Bu Ağa Cəbrayıl müəllim dəvət. Bəli, prosta bu Ağa Səfər müəllim təşkil edir ki, yəni belə bir veriliş eləyək. İnsanlardan, belə sənətkarlardan yaradıcılıq gecələrini hazırlamalar. Təkiblərini sosial şəbəkələr deyil. Bəli. İnşallah ki, mən bildiyimə avqust ayında onun ad günüdür. İnşallah o günü də bir veriş hazırlayarıq. Allah'ım. Çox sağ olun, təşəkkür edirəm. Birazdan yenə sizə söz verəcəm. İstərdim Zümrüd xanıma söz verəm. Əvvəlcə istərdim ki, hədiyyəsini təqdimat eləməni. Zümrüd xanım, təbrik edirəm sizi. Çox sağ olun, əziyyət çəkirsiniz, var olun. Çox sağ olun. Allah var eləsin, Allah. Çox sağ olun. Bacınıza Allah rəhmət eləsin, balalarınız sağ olsun. İstərdim ki, özünüz demişsiniz ki, mənə axırıncı yerə söz verərsiniz. Buyurun. Həmişə mən kiçiyəm, mən böyük kiçik yeri bilirəm. Allah var eləsin, xoş gəlib, dəyərli, gözəl insanlar, sənətkarlarımız, necə deyərlər, əzizlərimizdirlər. Onlar ağsaqqallar olan yerdə mənə söz düşməz, biz belə görüb götürmüşük. Amma bir bacı kimi mən onu demək istəyərdim ki, bacı kimi daha çox yandırır insanı, ailə üzvü kimi. Hələ ki, yəni onun əziyyətlərini mən uşaqlıqdan onun yanında olmuşam, böyümüşəm onunla bərabər. Gecəsini gündüzə qatırdı, gündüzünü gecəsinə qatırdı. Sənə təsirləmişdik. Vaxt olurdu ki, inanın ki, günlərlə yatmırdı. 3 gün, 4 gün məşqlər eləyirdi. İndi bir mahnını, məsəl üçün, 2 günə çıxardırlar, oxuyurlar. Mən yadıma gəlir ki, Aygün aylarla bir mahnını məşq eləyirdi, mənimsəyirdi. Onu gözəl şəkildə təqdim eləyirdi. Niyə? Deyir, pis musiqi yoxdur, ifaçı onu yəni gözəl təqdim eləməlidir. Ona görə rəhməti həmişə mənə də elə məsləhət bilirdi. Düzdür, o vaxtları icazə vermirdi, çox çətin idi. İndi asanlaşıb
tanınmış olmaq, oxumaq. O vaxtı yəni deyirdi ki, insanlara elə təqdim etmək lazımdır musiqini ki, yəni sabahlarım sən heç kim deməsin ki, bunu belə düz oxumadın. Bunu Aygün çox diqqətli idi. İstir muğamda, istir qəzəldə, istir mahnının hər bir keçidində, hər bir notunda, bir dənə notu mən məşq eləyəndə inan hərdən küsürdüm o ilə. Deyirdim ki, ağlayırdım ki, oxumuram da. Yox, bu notu düz vurmursan. Yəni necə var mahnının kökünü elə oxu. Bəli, Allah Aygünümüzə rəhmət eləsin. Mən belə düşünürəm ki, onun cismi yoxdur, amma ruhu bizi inandır. Mən çox şad oluram ki, efirlər dəvət eləyəndə, indi gec-gec də olsa yenə də deyir, yox, nələ. İnşallah bu da yenə də mən çox sevinə-sevinə, fəxrlə gələn qonaqlarla, inanın ki, o qədər təşəkkür eləyirəm hər birinə ki, yəni Aygünümüzü yad eləyirik. Sizə də təşəkkür eləyirik. Əziyyət çəkən hər kəsə, gözəl, dəyərli insanlara ki, bugün mən belə düşünürəm, Aygünün ruhu da buradadır, ruhu şaddır və biz bugün onun haqqında gözəl sözlər danışırıq. Çox sağ olun. Birazdan sizə musiqiyə yol verəcəm. İstərdim ki, Baqir Əsədov musiqi bir gözəl ifa eləsin. Mən indi bu günləri bayram günündə yığışmışıq bura. Aygünü yad edirik. Aygün bir tərəfində deyim ki, o sənəti ilə də özü varlığı ilə Turançı idi. O Turan arzusu ilə içərisində yaşayıb o. Sənətində də bilinir, hər işində də bilinir. Mən də Turançıyam. Məsələn, mən də həyatımı bütün mahnılarımın içərisində də çalışmışam ki, bizim bu türk elləri birləşsin. Bunların bir hədəfə vursun. Siz bu Azərbaycanın böyüklüyünü, bütövlüyünü görmək istəyən adamım. O da elə idi. İndi mən nəyə görə bu temaya girdim? Çünki mən Hüseyn Cavidin tamaşa konsertində iştirak elədim. Mən orada bir mahnı yazdım. O konsertə görə yazdım onu. Orada möhtəşəm bir xor mən müşahidə elədim. Təranə Yusuf qızının rəhbərliyi ilə Cahangir Cahangirov adına xor kollektivi orada mənə kömək elədilər. Yəni ki, iştirak elədilər orada. Ama biz bir bayram əhval-ruhiyyəsində o mahnını deyim, əsərimi deyim, ortaya qoyduq. Çox möhtəşəm də qarşılandı. Bu birinci dəfə mən sizin verilişinizdə mən istəyirəm onu. Düzdür, bu günləri o xor kollektivi yoxdur burada. Biz özümüz... Amma siz elə mənə kömək edirsiniz. Siz o xoru əvəz edirsiniz bu günləri. Mən istəyirəm onu ifa edeyim burada. Buyurun sənəsindir, buyurun Vakmer. Bu bayram hədiyyəsi olsun xalqımıza. Həm də bir siz orada Cavid Əfəndinin yad eləyirik, Turançıdır. Qarabəkir Kazım Paşa bizim Naxçıvan ellərini, bütün o elləri azad eləyən qəhrəman olub. Nuru Paşa, Bakının Fatihi. Bunlar unudulmamalıdır. Bunlar bizim mahnılarımızda da getməlidir, əqidəmizdə də getməlidir və biz bununla yaşayırıq. Bəli, buyurun. İzin versəniz bu mahnını... Məmuriyyət də səhnəsin. Yaşa, Qarabəkir Kazım Paşa. Sen yaşa, bin yaşa, Qarabəkir Kazım Paşa. Sen yaşa, bin yaşa, Cavid Efendim yaşa. Sen yaşa, bin yaşa, Cavid Efendim yaşa. Geldi yetiştiği zaman, geldi yetiştiği zaman, düşmene olmaz aman, düşmene olmaz aman. Dünyaları korkutan, dünyaları korkutan, ey unuturan o yan. Sen yaşa, bin yaşa,
Bekir Kazım Paşa. Sen yaşa, bin yaşa, Cavit efendim yaşa. Türkeli'nin aslanı yazdı zafer dastanı. Türkeli'nin aslanı yazdı zafer dastanı. Bakı Fatih'in hanı kahraman Nuru Paşa. Bakı Fatih'in hanı kahraman Nuru Paşa. Sen yaşa, min yaşa, kahraman Nuru Paşa. Sen yaşa, bin yaşa, kahraman Nuru Paşa. Geldi yetiştiği zaman, Geldi yetiştiği zaman, düşmene olmaz aman. düşmene olmaz aman. Dünyaları korkudan, Dünyaları korkudan, ey oturan oyan. Sen yaşa, min yaşa, Qarabəkir Kazım Paşa. Sen yaşa, min yaşa, kahraman Nuru Paşa. sen yaşa, bin yaşa, Qarabəkir Kazım Paşa. Sen yaşa, bin yaşa, kahraman Nuru Paşa. Sen yaşa, min yaşa, kahraman Nuru Paşa. Sen yaşa, min yaşa, Cavit efendim yaşa. Sen yaşa, bin yaşa, kahraman Nuru Paşa. Sen yaşa, bin yaşa, Cavit efendim yaşa. Turan oyan, sen yaşa, min yaşa, Qarabəkir Kazım Paşa. Sen yaşa, min yaşa, Cavit efendim yaşa. Sen yaşa, min yaşa, kahraman Nuru Paşa. Sen yaşa, bin yaşa, Azərbaycan yaşa. Vaqif müəllim, bu gözəl ifanıza görə sizə çox təşəkkür edirəm. Çox sağ olun, var olun. Əlbəttə. İndi isə istərdim Anar müəllimə söz verəm. Aygün bəylər deyəndə mən bilirsən həmişə fikirləşirdim ki, bir jurnalist kimi ilahi bu yer üzündə bu qədər üsyanlar olub, bu qədər üsyanlar olub. Hamısının boyu balaca olub. Ən aşağısı Heydi adın Leylin yadınıza gəlirlər. Boyu balaca idi, çox balaca idi. Və fikirləşdim ki, günlərin bir günü mən o ilk dəfə Aygün xanımı görəndə çox təsadüfən belə güldüm. Baxdı, güldü, niyə gülürsən? Dedim ki, çox qəribə dedi. Yox, mənə deyilən ki, nəyə görə güldüm? Xoşum gəlmədi mənim əynindəkilərdən. Dedim, yox, o sifatım sən həmişə öyrəşmişik biz ki, sən o cür geyinirsən. Amma çox qəribə dedi, mən deyim, sizi inqilabçıya bənzədirəm. Deyim, niyə? Dedim, inqilabçıların hamısı boyu balaca olub. Amma deyirsən, biri hündür olub. Dedim, onda düz deyirsən. Deyirsən, sənin dünyadan xəbərin var. Dedim, Kubanın prezidenti o Fidel Castro. Dedim, onun qardaşı da inqilab edən. Fidel Castro əlindən aldı inqilabı, qəşəng keçdi hakimiyyət başına. Önə yaxın yadında gəlir, qardaşına verdim. Və onda mənim üçün o Aygün bəyləri kəşf elədim. İnsanı, bilirsən, sadəlik bilirsən nə deyir, o bəzən deyir, məsələn, xalq artisti verməz falan. İnan boş şeydir.
Bilirsən də, xalqın içindəki səni o bir Aygün sözü fırlanır, bəylər sözü fırlanır. Bizim ustadımız sağ olsun, görürsən, bax, bugünkü bir oxucu üçün dedi ki, bəylər haradan gəlir. Mən də elə bildim, əvvəl dedim, bəylər bunu kimdir, görürsən, hansı bəylərdir, pullu bəylərdir, fansı müəllimi kimdir bunun müəllimidir. Bilirsən, elə şeylər var, marifləndirici, o deməkdir ki, bütün verilişlərdə qayə olmalıdır. Mariflənmək. Gəldi burada demək ki, Aygün belə getdi, Aygünün gücü nədəydi? Gücü o Azərbaycan səhnəsində öz səviyyəsində bütün o nümunəvi geyim formasını göstərdi. Cəmaat kimi bəli, çılpaq çıxmadı. Cəmaat kimi özünü soxmadı cəmaatın gözünə. Çıxmadı. Həmişə o formanı saxladı. Mən hətta orada dedim ki, Aygün xan belə çıxır ki, papaq qoyursunuz, falan şey olsun, nə bilmə. Dedi, mənim gözəlliyim elə budur. Gözəlliyim odur. Sadəlik nəydi? Səsimdən çıxdı, səsim. Üzrçəm, sadəlik nəydi? Sadəlik oydu ki, bütün mahnılar yadıma gəlir. Axırda, hətta biz təsadüfə ikinci dəfə görüşəndə, orada Baba Vəziroğlu'nun evindəydi, tez-tez görüşürdü orada, gəlirdi xanım. Hətta axır vaxtlar Kamal müəllim musiqisi, sözləri Baba Vəziroğlu. Və o mahnılar ki, yarandı həddindən çox. Və buradan da Kamal müəllimə böyük bir salam getirirəm. Minnətdarlığımı bildirəm ki, o xanımın arxasında dura bildi. Bilirsən, biz bədbəxtik. Bilirsən, öləndən sonra qədrini bilir. Gedirik, bəli, qəbrin üstündə bir gül qoyuruq və s. qoyuruq. O, amma sağlığında elədir. Sağlığında elə adamlar bambaşqadır. Bizim sadəcə yox, yenə deyəm ki, o bir qardaşımız Cabir Novruz'un sözlərini oxudu. Mən ses soruşdum, kimin sözləri, dedi ki, Cabir Novruz. Mən bilirdim onu. Mən fikirləşdim, görüm bu adam bilir ya, yox. Amma gözəl bilir. Bilirsən, yaşadan, mahnı yaşanan 3 nəfərdir. 5 nəfərdir, 10 nəfərdir, 3 nəfərdir. Şairdir, bəstəkardır, bir də ifaçıdır. Bu 3 nəfərə minnətdar olmaq lazım. Mən elə fikirləşdim ki, bəlkə bu qardaşımız da bu bizim hörmətli Ağsaqqal qardaşımız ustaddır, ustad deyil belə. Yəni, heç olmasa sözləri deyəcək kimindir, musiqisi deyil. Bunu lazım, təbliğ eləmək lazım. Təqdim etmə nə deməkdir? Mən jurnalist kimi həmişə qıraqdan baxıram insanlara və yaxud da oxucuya, ya falan şey. Mənim günlərin büyüklüyünü elə mənim izləyicim. Hansı ki izləyici ki gəlmiş, baba ilə oturmuşuq biz, mən də 5-10 qram vurmuşam, kefim əla, saçım dağınır, pencəyim belə, qızı ilə gəlmiş, qızı oturdu orada, mən də ortasında oturmuşam, bir əlim, onun rəhmətliyin əlində, bir əlimdə qızını, o şəkil 800 min like yığdı, 800 min. Ki sən, mən bu qədər tanınmış adamsan, amma bir də deməmsən ki, Aygün bəylər sənin həyat yoldaşın, o sənin qızın. Təsəvvür etsən. Təsəvvür etsən, bu, o ailəni də arxada saxlaya bilirdi. İndiki kimi yox, çıxırlar bir mahnı oxuyub, Əndrabadi bütün ailəsini qoyurlar ortaya. Kimi sevib, kimlə boşanıb, kimələ bir göz başlayıb. Bilirsən, bu şeylər insanları bezdirib. İnsanlar arkada qalan şeyləri bilmək istəyir, amma nümunəvi şəkildə. Aygün bəylər İraqla ölənə qədər çoxsu bilmədi onun ailəsi kimdir, əri kim olub. Uşaq ödə çıxdı. Mən onu mütləq deməliyəm ki, Qənirə xanım, yadıma gəlir ki, mənə ki, o izləyici zəng elədi, dedi, ana, olar mı mən sizə bir söz deyim, buyur, dedi, Aygün bəylər gətirdilər. Dedim, haradan gətirdilər? Dedi, Türkiyədən gətirdilər. Və mənə dedi ki, sabah Allah qoysa falan yerdə, klubda vida mərasimi. İşte vida mərasimi mən gələndə heç kim yoxdur orada. Heç kim yoxdur. Getdim ki, İraqla mən gecikə bilərəm, təsəvvür edirəm. Allah rəhmət. Amma oradan çıxdı, biz o qəbristanlığa getdik falan. O qız, onun qızının adı nədir xanım? Canan. Canan, təsəvvür Canan məni o qədərimlə həddə qoydu ki, o, bilirsən nəyinə, o ağlamamaq tərbiyəsindən, ağlamamaq. Mən dedim ki, anası öldü, şüvən qopadacaq, bəzilər yanından qışqırırlar, ana şehrinə işdən ki, gedib 10 manat qoyurlar, 100 manat. O, qürurunu saxladı, qürurunu saxladı. Bəlkə də evdə səhərə qədər ağlamışdı, bəlkə 40'ına qədər də ağlamışdı. Amma xalqın qabağında qürurunu saxladı. Bu idi böyük tərbiyə. Bu idi böyük tərbiyə. Bugün Qənirə xanım sizə minnətdaram ki, heç olmasa. Mən xanımı həm yaşda gördüm, həm onun konsertində gördüm, həm də onun bütün oxucularını gördüm. Bu ilə amma bir şey görəsə minnətdaram ki, heç olmasa mənə tanıtdınız ki, onun bacısı da bu yolun yolcusudur. Yəni, ali dərəcədə. Xanım, siz də bir bacı da oxuyurlar, bir bacımız da oxuyur. Bəli, doğma bacısıdır. Vaxta qədər mən tanımamışdım, oxuyub oxumamaq. Yəni, deyim ki, o elə dönürdü ki, o bütün hamısı təqdimatını eləsin. Eləmirdi. Heç vaxt eləmirdi. Mən bilmirdim ki, bacısı oxuyanda falan gəlsin. Amma bugün minnətdaram bu xanıma ki, Qənirə xanıma ki, çox sağ olun. Minnətdaram ona görə ki, hörmətli xanımı tanıtdı mənə. Elə bildim, təzdən gözümün qabağına gəldi o qız. O inqilabçı qız, balaca qız, bəstə qız, baxırsan, səs, gördün ki, səs tonlarına bax,
Maestro. Səs tonları görsən o xanımı xatırladır. Söhbət ona gəlir. Sən gələ bu varıb onun içində oturarsan, bağdaş quruma oturarsan, day dümdüz getməyəsən. Oturanda hiss edirsən ki, o sənin qabağında sənətkardır, oxuyur o. Bax, Aygünün gözəlliyi bu idi ki, təsəvvür edək ki, o vaxtında bəzi insanlar da otuzdura bildi ki, sən mənim gözümə soxma sənətkar falan kəsdi, sən məni dingildətmə. O mənə oturmuşum Farboyun bağında bir dəfə rast gəldik, kimsə gözlüydü, deyəsən Arif Babayev deyəsən, gözləyən nəsə, elə o yaxınlaşdım, hə, xoş gördük falan şey, həmişə kişi kim görüşürdü də, qəşəng, eşq olsun, oturduq söhbət edir. Məsələn, onun qeybəti orada olmadı, dedi, boş ver deyir, o gün mən çıxış etmişəm falan şey, boş ver, ana qurban olsun, boş ver olar deyir. Mənə qalan olmayacaq, mənə qalan baba, deyə gedir, bak görürsən, 2-3 qadın gəldi, bunu öpüşdü, görürdü bunu, qəşəng qucaqladı, ay gün sənə qurban, o da mənim kimi, ay bir şeyə bilirsən, dağlı oluyorsan. Deyir, ay sən balaca boysan, falan mı? Sonradan fikirləşdim ki, yox, dünyada dedim, o inqilabçılar ki, balaca boy, dünyanı xəlq edən və onu yaşadan da o balacalardır, çünki onların ürəyi böyük olur. Mənim ki, nə olsa Əndrabadi uzunluğum var. Səhv etməsəm Teymurləng də balaca boy olub da. Bəs hamı deyirəm, bu inqilabçılar bir tamamdır. Söhbət ondan gelir ki, bu müğənnidə bir vad vardı da, bir o içindəki qaynarlıq vardı, ürək vardı, böyüklüylə təqdim etməyi vardı. Bağışla mən, adi məsələn, qar yağır, narın narı, üzü gülür. Onu necə çatdırır? Təsəvvür, bunu o yüksək səviyyədə qar yağır narın, özü gülür dağların, o yaşıl yarpağın deyir ki, düşməsi xatirədir. Təsəvvür etsə, bunu bilirsən, o sənətkar deyə bilərdi. Bunu 100%'dir. Yadına gəldi məsələn, elə bəstəkarlar var ki, bəli, ömür boyu tutaq ki, vəzifələrdə o prokuror falan şey, Zeynəb Xanlarov bəstəkarı kimdir? Yadına gəlir də. Təsəvvür edir, ömür boyu prokurorluq falan şey, amma gör nə gözəl bəstələr yazır. Çünki xalqın içindən gələn bambaşqa şey. Qadın bu, bəzən deyirsiniz, tez-tez eləyib, onsa biz elədik, eləmədik. O xanım yaşayacaq, bilirsən, o mahnıdan. Mənə çox sağ ol, Qədirə xanım ki, heç olmasa bu xanımı yada saldın, çox sağ ol. Bacısına çox sağ ol ki, gəldi falan şey. Bizim gözəl maestro sağ olsun, siz də sağ olun qardaşlar. Ana, sizə bir söz deyəcəm, Anar. Buyurun. Bu verilişin təşkil eləməyində Tarım Kamanım mənim televiziya müsabiqəsinin müəllifi və rəhbəri Ağa Səfər Səfərov. Eşq olsun. Dedi ki, gəl Aygün bəylərə bir veriliş eləyək. Mən verilişə dəvət eləmişdim bunu. Dedi, ilk verilişimiz olsun ki, dedim, yeni studiyada hələ veriliş aparmamışam. Var olur. Dedi, orada dedi Aygün bəylərə, hələ dedi, bu nədir? Bir dəfə Alif Müqasımova dəvət eləmişəm, onda yenə sizlərə dəvət eləyəcəm. Bir də Ağa Cəbrail müəllim. İnşallah gələn verilişdə yəni siz burada gözləyirəm. Anar müəllim, dünənləri ayın 26-sında böyük sənətkarımız Ofeliya Sənayinin ad günü olubdu. Təbrik edirəm onu. Gözəl sənətkarımız, bəli. Dedim, elə söz düşmüşkən deyim. Bundan sonra yaxın qonşu qohumdan irəlidir da, bilirsiniz. Mənim bir qonşum var, onun nəvəsinin ad gündür, Sudagül xanımın. Nəvəsi 6 yaşındadır, adı Mələkdir. Təbrik edirəm. Ona təbrikə qoşulan babasıdır, nənəsidir. Təbrik edirəm. Bütün olanları təbrik edək. Bəli. İndi istərdim, bəli. Allah can sağlıq versin. Əsas birinci dərəcə, Anar müəllimsin, həmişə məmur verişdə də deyirəm, nə can sağlıq, nə xoşbəxtlik, nə insanlıq, pulla alınmaz. Bunlar hamısı Allah tərəfindən vergidir, verilir adama. Yox, biraz pulun da olsun, ağlın da olsun. Bu bir. Ağlın da insan da lazımdır, pul da lazımdır. Bəli. İkisindən biri əksi oldu heç kimsə. Mən indi karot deyirəm da, indi gör nə demək istəyirəm. İndi istərdim ki, sözü bu gözəl müğənniyə verəm. Bir mahnıya oxusun, mahnısını, sözləri də kimindir, onu da desin. Hal-hazırda oxuyacağım mahnı, sözlər Mikail Müşfiqin, mərhum şairimiz, nakam şairimiz. Bəli. Allah rəhmət eləsin. Musiqisi Elçin İmanov. Bəli. Gözəl bəstəkar. Sənin gözlərim. Süzülür o qara gözlərim, əcəba onları süzmək vaxtımı, duruşun mənalı, baxışın dərin, mən bu dərinlikdə buldum baxtımı. O qara gözlərin deyil parlayan ulduzlar içində gecələrindir. Bəlkə də ruhuma aydın
aşıqları Bu şövqü kim mənim ruhuma yaydı Donardım gözümün şən işıqları Qəlbimin canında qırılmasaydı Qara qış üstümə tökər qarını Nərgiz gözlərindən məni ayırsan Mənim ümidümün qapılarını Neyçün gah açırsan, gah qapayırsan Sənin gözlərinmi gənclik bağında Yoxsa nərgizlərin sayrışıb oynar Yoxsa çıxılmayan eşqin dağında Eşqin dağında ömrümün dirilik çeşməsi qaynar Yoxsa çıxılmayan eşqin dağında Eşqin dağında ömrümün dirilik çeşməsi qaynar sayrışıb oynar Yoxsa çıxılmayan eşqin dağında Eşqin dağında ömrümün dirilik çeşməsi qaynar Yoxsa çıxılmayan eşqin dağında Eşqin dağında ömrümün dirilik çeşməsi qaynar Ağasəfər müəllim, indi istərdim ki, Aygün bəylər haqqında siz mənə demişdiniz ki, yenə nə qədər səhərdən axşama kimi danışsan da yenə azdır. Ondan görə istərdim ki, Aygün bəylər haqqında öz fikrinizi yenə bildirəsiniz. Mən istərdim bu Aygün bəylər haqqında bu muğam ifaçısı kimi, möhtəşəm bir muğam ifaçısı kimi, muğamın bütün xırdalığını bilən kimi, belə bir film var idi. Sovet dövründə çəkilən bir film var idi. Deməli, Uzeyir Hacıbəyev üçün həsr olunmuşdu, Uzun ömrün akordları. Belə bir filmdir. Orada belə bir epizod var. Bilmirəm kimdir orada. Orada deyir ki, Seyid Şuşinski hələ bir Şuşada oturublar. Seyid Şuşinski hansısa bir kənddə oxuyur. Oxuyanda burada da ifa edirlər. O oxuyanda hamısı susur, dayanır. Obusu biri bəy olur ki, kimsə pul verir ki, sən niyə görə oxumadın? Deyir, Seyid Şuşinski oxuyanda hamısı susur, susmalıdır. Yəni bizdə bu adətdir. Mən sizə bir söz deyim, Aygün bəylər ifa edəndə, yəni o mükəmməl ifa edirdi bu muğamı, dəqiqliyi ilə, bilirsiniz, saatlarla o muğam ifaçıları yəqin ki, məni başa düşür, bilir ki, mən nə demək istəyirəm, dəstgah elə bir şeydir ki, onu hər xanəndə oxuya bilmir. Hər, yəni ki, xanəndə onu cürət edib oxuya bilmir. O dəqiqələrlə, saatlarla oxunan bir dəstgahdır. Şur dəstgahı oxuyurdu, rast dəstgahını oxuyurdu. Yəni ki, bu xırdallıqlarını dəqiqliyi ilə, necə inanırsınız ki, yəni bu dərəcədə bu möhtəşəm ifanı yenir. Ona görə deyirəm ki, Aygün bəylər oxuyanda hamısı susurdu, hamısı qulaq asırdı, hamısı dinləyirdi. Allah ona qəni rəhmət eləsin. Bir də mən inşallah ki, bizim bu verilişimiz olmayacaq Allahın izni ilə növbəti verilişlərimizdə də yenə də Aygün bəylərə həsr davam gələcək. Əlbəttə ki, çünki siz çox azdır. Biz onun ifasında, misal üçün deyib, fonoqrammalarda ifasında da mahnılarına da qulaq asaraq bəstəkarlardan danışmaq istəyir. Bir balaca onu bəstələdi. Onun üçün bəstələnən mahnılardan, yəni o bəstəkarları demək istəyirdim ki, bəli, dünyasını dəyişir, Vasıfatı Gözəli idi. Sonra Aygün Səmədzadə, bəli, biz çox istəyirdik ki, bu gün Aygün Səmədzadə. İnşallah gələn dəfə dəvət edərik. Sonra siz düzgün vurğuladınız Kamal müəllim. Allah can sağlığı olsun. Kamal müəllim də böyük, bilirsiniz, Şərtudu
olur ki, misal üçün hansısa bir vəzifə daşıyıcı çox gözəl musiqi duyumu, çox gözəl bir musiqi nasıl onun bütün mahnılarını, məsələn, bəstələrini mən qulaq asıram diqqətlə. Aygün ifasında başı möhtəşəmdir. Həqiqətən, çünki bilirsiniz, Aygün bəylər, ya ümumiyyətlə başı musiqi duyumu olan insanlar, bunlar canınla, qanınla, bilirsiniz, necə, o necə deyərlər, Aygün bəylər yaşayırdı hər bir musiqini. Elə bir musiqilər var idi ki, mahnılar. O musiqini mən hərdən, nə bilim, bəlkə uşaq idim, mən eşidirdim. Fatma Mehrəliyevin ifasında hansısa bir dəfə, iki dəfə efirdə oxuyub, ya Sara Qədimovan ifasında, ya Tükəzban İsmail. Amma oxuyublar, değil mi? Oxuyublar. O mahnıları hardan tapırdı, getirirdi, arxivdən tapırdı. Oxuyurdu özdəki, o necə aranjmanı oxuyurdu. İnanınız ki, baxır nələr nəfəs verirdi, can verirdi. Öyle canlı oxuyurdu, o vaxt evdə yox. Bəli, canlı, bəli, əlbət ki, Aygünü mən hələ bir ifasında eşitməmişəm. Mən eşidəndə ki, o Filarmoniyada, indi hamımız yəqin xatırlayarsınız, 2005-ci ildə, 2004-cü ildə mikrofonsuz konsert verəndə. İndi burada çoxsu, indi bəlkə də bunun dərinliyi, musiqiçi başa düşür əlbət. Həm də sizin demişkən, o jüri də orada otururdu. Yadıda gəldə Filarmoniyada otururdu ki, bəli, bütün o sənətçilik partiyanlar gəlib orada imtahan verməliydi. Mənim xatırlayıcı Mikrofonsuz konsert Hacı vardı, rəhmətli gəldi. Görkəmli şairlər, görkəmli bəstəkarlar, söz adamları. Oradan elə çıx benim kəbimlə və dinliyizlə gedəndə hazır gedirdi. Heç kimi arkasını dalmış. İndi başlayalım, 2005 manatı verir, soxur olarak daha getdi, çıxır. Ən rahat şeylər qoyurlardı. Söhbət bundan gedir. O jüri də qalaydı. Özdəki rəhmətli Aygün bəylər çox təvəzzükar insan idi. İnanırsınız ki, heç vaxt özünə deməzsiniz ki, mən sənətkaram. O adam ki, hansı ki, bir sənətkarların qarşısında oturan danışanda dedi, estağfurullah deyir, mən dinləsin. Mən hələ öyrənirəm. Amma əsəbləşir, çox əsəbləşir. Bilirsən, yersiz qalmış ki, təzyiq dağa qoyanda əsəbləşir, dözə bilmirdi. Haqsızlığa dözə bilmirdi. Bu sadəliyi ilə həqiqətən də, misal üçün, bəzilərinə sübut edirdi ki, misal üçün, bu sadəliyi ilə insan gərək sadə olsun. Mən onu çox bilirəm ki, hansı ki, toy məclislərini, bir var ki, indi geçsin, bir dənə, iki dənə dosta tanışı bir mahnı olsun, bir də var ki, indi bacısı yəqin ki, onu bilər, bütün toyu aparıb, inan Allah. Bizə gəlib də mənim uşağımlarla yüzlərlə toyu təmənnasız, inanırsınız təmənnasız. Mən daşı, hətta mən insanlar bilirəm ki, ona pul təklif edilib götürməyib. Götürmür. Çıxıb. Yox, yəni mən çox sayıram. Yadıma gəlir ki, bizim toyu, uşağın toyuna gəldi, ansamblinə gəldi, filan şey. Təsəvvür ki, bu pulla ilgilənmək deyildi. Sadəcə o, bizim... İnsanlığa qiymət verib, insanlığa. İnsanlıq xətində, babaya görə gəlmişlər, təbii ki. Məni o qədər sonradan tanıdı, filan şey. Amma söhbət təsəvvür ki, o bir dənə o taksi ilə uşaqları yoxsaldım, 50 man pul verdim. Təsəvvür, hansı gün bəlkə də cəmaat 20-30 min, 40 min pul verirlər buna görə. Və bunun gözəlliyi bax budur. Bilirsən, onun o idi ki, bədbəxtliyi o ki, dövlət yığa bilmədi. Xoşbəxtliyi bu idi ki, insanların qəlbində yer saxladığından. Çox sağ olun. Amma baxmayaraq bu dəqiqə həqiqətən də onun o qədər pərəstişkarı var, o qədər dinləyicisi var. İndi ki, onun misal üçün yad edənlər var, mən yenə deyirəm. Bu dəqiqə desəmlər ki, süni intellektlə bu dəqiqə onun konserti olacaq Heydər Əliyev salonunda. İnansın 3 gün anşlaq var orada. Elədir. Buyurun. Yadıma bir şey düşdü Qəmə xanım. 2010 ya 2011 idi. Qəbələdə bir gözəl restoran açılışıydı. Oraya gelmişdi. Aygün xanımı dəvət eləmişdi. Bir də qala qrupu var idi. Bir də var. Və Qəbələ ansamblının elə ilk ifası bizim hörmətli Aygün xanım bəylədir. İlk ifası. Mənə yadımdan çıxmaz. Demək, o restoran açılışına gelmişik. Hələ ora vaxt var. Dedilər ki, bir dənə zəhmət olmazsa Aygün xanım o uşaq evi vardı. Orada gelib oxuyardı. İslam müəllim var. İslam müəllim de orada idi. Qoşun ağrı salam. Bir yerdə gəlmişlər. Demək, gəldik. İslam müəllim söyledi də. Biz gəldik, uşaqlar yığışdı. Aparat, heç nə yox. Uşaqlar qaldı ki, biz nə ilə oxuyacaq bu qala qrupu zat? Aygün dedi ki, piyanino var ki, gəldi oturdu rəhmətli piyanonun qabağında. Yol sıxıb yəqin insan pul götürüb də, sportiv uniformalıydı. Ta gəlib deyəcəm də, olmuş şeydi. Mən durmuşam Aygün yanında, 3 nəfərdə qala qrupunun nümayəndələri burada oxuyuruq. Bu papiri, Aygün həm də bizlə oxuyur. Müşahiət edir, oxuyuruq. Birdən Aygünün zilindən pul düşdü. Özdə babaq pul. Götürdüm onu qəşəngcə qoydum cibimə. Dinlənmədim, biraz zarafatımız var idi. Gəldim, indi orada restoran açılışdı.
Deyirəm oyun bir yoxla bu cibləri, biz alın gör, nə itirmirsən, nə eləmirsən. Nə verdi? Buna ver görüm, buna ver görüm. Allah rəhmətlə çıxardı, deyir, harada düşdü ki? Deyirəm, piyanına salonda, deyir, halal olsun, sən necə gözün yox. Dedim, Sumqayıt şahiyəm, biz ay oluruq. Allah rəhmət eləsin. Natiq müəllim, çox sağ olun, təşəkkür edirəm sizə. İndi istərdim musiqiyə keçək, Zümrüd xanımın ifasında bir ifa. Sevdim seni sessizce gizlice, gördüm seni yuxuda her gece. Sevdim seni ve nece delice, seni kalbimden çıkarım denece. Heyran oldum o kaşal göze, seni düşündüm her gündüz her gece. Keder bürünü bağladım gizlice, seni kalbimden çıkarım denece. Duy sesimi kalbimin ruhundan, gel ne olur korusun bizi yaradan. Kaş hemşe yanımda sen olarsan, inan gözleyin zaman ne kadar düşünürüm seni ürey. Gel bir ola sevgini senle böley, bak yüzüme hemşe güler. Hissele nefsimi, verdim sana gönlümü kalbimi. Boy bu mahnum erisin şam kimi, seni kalbimden çıkarım denece. Varlığımdır bilmeni yaşadan, sevmirem desem olar yalan. Hatirelerdir senden mene kalan, seni kalbimden çıkarım denece. Duy sesimi kalbimin ruhundan, gel ne olur korusun bizi yaradan. Kaş hemşe yanımda sen olarsan, inan gözleyin zaman ne kadar düşünür seni ürey. Gel bir ola sevgini senle böley, bak yüzüme hemşe güler. Düşünür
Zümrüd xanım, bu gözəl ifaya görə sənə öz təşəkkürümü bildirirəm. Yaxşı ki, Mən siz sizə gəldiniz. təşəkkür Valla çox edirəm. sevindim sizin gəlişinizə. Bu Aygün xanım yadımızdan heç vaxt çıxmır. duetdir, getmə Bəli. musiqisi. Özü də tək ifa eləyib, biz bərabər də ifa eləmişik sağ ikən. Sizə çox sağ olun, minnətdarıq, təşəkkür edirəm. O duet oxuduğunuz mahnı bizi çox belə kövrətdiniz. Yəni yada saldınız da, mövzunun adı da elə xatirələrdir. Mən də sizə çox təşəkkürümü bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki gəldiniz. Sağ olun. Çox sağ olun. Vaqif müəllim, istərdim ki, musiqi ilə sözü sizə verəm, zəhmət olmasa. Bala çal yavaş yavaş yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Charleston'du çekmeleri, kollarında döymeleri, hatırlayır görneleri, nesilleri, köneleri. Yadına salır o tinleri, meneleri, o kişileri. Alım ağrılı qadasını, ərinin öşünü alasını. Alım ağrılı qadasını, ərinin öşünü alasını. İncitmə bakılı balasını, ona sataşan peşman olur. İncitmə bakılı balasını, ona sataşan peşman olur. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Bakının şanları, hasarlar basıp bağları. Ardadı Bakı şanları, hasara alıblar bağları. Gedir Abşeron qumları, Xəzri əsib tufan olub. Kesilib şanının tumları, qapazı yiyən bağban olub. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Qaqaşdır Saveskidə Tayir Qədeş dastan olub. Ağa Səlimə Koroğlu Təykənli beldə məskan olub. Seyfəl Qədeş SSR-də hörmətli bir insan olub. Bunlar hamısı əldən tutan, canlara deyən oğlan olub. Cəmaatımız bu kişilərin əməllərinə heyran olub. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Axtarır keçmiş hörməti, ona deyirlər çoxdan olur. Axtarır keçmiş hörməti, ona deyirlər çoxdan olur. Ağatlı oğlanlar qaçıb, canavarlar quduzlaşıb. Məlik Məmməd quyuda çaşıb, qəhrəmanımız cırtdan olub. Kreditlər başdan aşıb, qaqaşda var yoxdan olub. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş yol verin gelir gagaş. Da gelip yerin tapar, elə yaşa ki rəhmət abad. Toxunacdan nə xəbər var, ruzumuz Allah'tan olur. Toxunacdan nə xəbər var. Baş
Yola gelen laptan olur. Bala bala çal yavaş yavaş, yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş, yol verin gelir gagaş. Charleston'du çekmeleri, kollarında döymeleri. Yadıma saldı o günleri, meneleri, o kişileri. Bala bala çal yavaş yavaş, yol verin gelir gagaş. Bala bala çal yavaş yavaş, yol verin gelir gagaş. Çal yavaş yavaş, yol verin gelir gagaş. Dedim o mahnı haqqında fikirlərinizi bildirəsiniz. O mahnı haqqında nə deyim? Başının dərdidir də. Başının dərdi, başının sözlər özü hamısını deyir oradakı. Deyirlər ki, hanı başının şanları, hasarlar basıb bağları. Qardaş, bu hasarı çəkmişsiniz, əlbəttə şanı olmayacaq da. Şanı gərək nəfəs alsın. Bəli. Bunlar hamısı, yəni bizim Bakının deyə bilmədiyimiz sözlərimizi biz Çox sağ olun. yüngül musiqilərlə Bəli. deyirik ki, heç olmasa yadda qalsın. Biraz utanan utansın. Bəlkə biraz nəfslərini Ar eləsinlər, hakim utanan olsunlar. utansınlar. Çox sağ olun Vaqif müəllim. Təşəkkür edirəm sizə o ifanıza görə də. Özüm Çox qaldım sağ axı özüm. Özüm də oxumalıyam da. İndi istərdim ki, sizin istəyinizlə özüm də oxuyam ifamı. Açdı gürgür oyandı, hər tərəfə boyandı. Dərdimdən neçə alma yanar, o da dolandı. Mən güləm gülüzdü, yarım heç dəmas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülüzdü, yarım heç dəmas olmaz. Mənim kimi gözəli necə sevməmək olmaz. Dağlarda qar sevənlər, ağaçda bar sevənlər. Özünə çox güvənmə, üstünə yar sevənlər. Mən güləm gülüzüm, yarım heç dəmas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Mən güləm gülüzüm, yarım heç dəmas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Xalqımın günləri nə gözəl necə şey keçir. Ən şirin arzular ürəyimdə keçir. Çala çala bir zəfər hər nəfər yurdumuza. Abad olur il o bakən şəhər yurdumuza. Yurduma, yurduma. Aça aça güllərimiz, yaşa yaşa ellərimiz. Daşa daşa sirlərimiz, güllərimiz var. Aça aça güllərimiz, yaşa yaşa ellərimiz. Daşa daşa sirlərimiz, güllərimiz var. Üstümüzden keçdi külək, üstümüzden keçdi külək. Həm zarafat şirin kələm. Biz mehriban ailəyik, biz mehriban ailəyik. Gəlin dostlar deyək gülər. Biz mehriban ailəyik, biz mehriban ailəyik. Gəlin dostlar deyək gülər. Mehribanlık saadettir, mehribanlık saadettir. Saadeti yaşadarır. Ömür şövgü məhəbbətdir, ömür şövgü məhəbbətdir. Məhəbbəti yaşadarır. Ömür şövgü məhəbbətdir, ömür şövgü məhəbbətdir. Məhəbbəti yaşamardır. Mən güləm gülüzdü, yarım heç dəmas olmaz. Mənim kimi gözəli necə sevməmək olmaz. Mən güləm gülüzdü, yarım heç dəmas olmaz. Mənim kimi gözəli belə sevməmək olmaz. Belə sevməmək olmaz. Belə sevməmək olmaz. Natiq müəllim, istərdim ki, sözü musiqi ilə sizə verəm, ikinci mahnınızı ifa edərsiniz. Onun da sözləri kimindir? Xahiş edirəm deyəsiniz. Sözləri mərhum şairimiz Cabir Novruz. Musiqisini də çox dəqiq bilmirəm.
Hardasa bir 98% bilirəm ki, Niyamətli Musayevimdir. İndi bir sual verəcəm sizə. Yəni. Buyurun. Mən əvvəllər eşitmişdim ki, mən də elə deyirəm, dünən Sıraynaşıdam. Siz Moskvada da olmusunuz da, səhv eləmirəmsə də. Necə yaşamışam yoxsa? Xeyr, mahnılar oxumusunuz orada, dəvət edilər sizin Malak olsun, Hə, eləmirəmsə də. Malak verişində Bəli. 2024. 2 dəfə olmusunuz deyəsiniz mənə. Bir dəfə. Bir dəfə, hə. Hörmətli müğənnimiz Almaz Ələsgərli olan verilişdən sonra mən dəvət olunmuşam. Özləri dəvət ediblər. Bizim Gördün bəzi nətər əl efirlərdən çaldılar, fərqli mən baxmışam o olaraq verilişə. Gördün nətər sevdilər inanın sizi. ki, 1 manat xərcim çıxmadan sadəcə TikTokda görüblər mən bunların mahnısını, yəni bunların dilində olan mahnını oxumuşam. Məni öz hesablarına, öz də istədiyim kimi Azal təyyarəsində uçacam, qorxuram sizin təyyarələrdən. Çünki o müharibəyə görə onlara hissələr vermirlər, o təyyarənin hissələrini vermirlər. Gündə bir təyyarə düşür, partlayır. Hər bir şeyə razılaşdılar, 3 günə getdim, gəldim, veriliş çəkildi. Gəldim Azərbaycanda, heç nə, efirə bir nəfər zəng elədi, fəxrimiz siz ora bura, gözəl sözlər. Axırda dedi, hamıya bu qədərdir, sizə bu qədər. Dedim, Allah canlı sağlasın, mənə bir də zəng eləmə, narahat eləmə mənə. Dəyərli tamaşaçılarımız, dəyərli qonaqlarımız, Azərbaycanın belə oğulları var, bax. Bütün Bizim hər sahədə oğullarımız var. Hər sahədə oğullar. Qəhrəmanlarımız var, hər sahədə birinciyik, hər sahədə. Ancaq ki, inşallah ki, mən ümid edirəm ki, o birincilər var, onların qədir, qiyməti bilinsin. Abil Əliyevin Allah rəhmət eləsin, qəni-qəni. Bir sözün eşitmişəm qulağımda dələdə. Hər dəfə onu misal çəkirəm. İnsan öləndə insanı o qədər vaqiməm tərifləyirlər ki, belə deyib, adam öləndə adamı elə tərifləyir ki, adamın ölməyə gəlir. Gör necə hikmət var, orada indi gülürük, azam məntiqə baxın. Həqiqətən də bunu sağlığında bir şairimiz də ana məhkəmə edir. Şabir Novruz sağlığında insanlara qiymət verir. Öləndən sonra qiymət lazımdır. Yəni insana sağlığında qiymət verir. Onsuz da mən öləcəm, məsəl üçün də özümü demirəm, yəni misal üçün çəkirəm. Yəni mən qalacam, mən bu xalqın qəlbində qalacam. Bəli. Deyə Ayun xanım, nə qədər bu xalq yaşayacaq, qalır, Mikail Müşfiqlər yaşayacaq, Hüseyin Cavidlər yaşayacaq, Ayunlər yaşayacaq, alimlər yaşayacaq. Yəni bu vaxtında nə olar ki, elə vaxtında bir qiymət verin ki, insan özü də görsün də o qiyməti, qədir qiyməti. Yaxşı ki vermirlər. Versələr sən xatırlamayacaqsan. Vermirlər ki, yanğı ilə bu gün xatırlayırıq, görürsən mi? Sağ ol. Qəşəng xatırlayırıq, bəli, ürəkdən xatırlayırıq. Dözülmez ağrılara, acılara tab edirəm. Şeytandan ümid umuram, iblisə xitab edirəm. Ürəyimin alqanını döndərib şərab edirəm. Başıma çəkib içirəm, səni unutmaqdan ötürü. Arzumu kəsib biçirəm, səni unutmaqdan ötürü. Röyalara meyl edirəm, bəlkə yadımdan çıxasam. Gözlərimi qırpan təki
Qapında gizlənirəm, sındırırsan pəncərəmi, ünvanımı dəyişirəm, səni unutmaqdan ötürü. Daha nə yollar düşünüm, səni unutmaqdan ötürü. Röyalara meyl edirəm, bəlkə yadımdan çıxasan, gözlərimi qırpan təki görürəm, mənə baxırsan, sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan, öz-özümlə döyüşürəm, səni unutmaqdan ötürü. Qabıq verib dəyişirəm, səni unutmaqdan ötürü. Söhbət budur. Sizlərə bir Bəli. söz demək istəyirəm. Bax, xalq artisti, prezident təqaüdçüsü bilirsiniz, Ceyran Haşimova 94 yaşına keçibdi. Buradan ona salam söylüyorum. Meşğul. Həmişə Allah o adam ömür öz haqqını istəyir. Bax, Şöhrət Ordeni bir parça kağızda ver da. Mən Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, belə sənətkarları heç vaxt incitmək olmaz. Çünki onlardan bir də dünyaya gəlməyəcək. Mən də demək istəyirəm ki, Mədəniyyət Nazirliyinin yenə xahiş edirəm ki, bizim belə böyük sənətkarımızı qiymətləndirsinlər, haqqını versinlər. Bunu deyirəm. Ceyran xanım deyir. Üzrəm. Vaxtilə yadıma gəlir ki, bu Düz demirəm, haqqınızdır. Qadınlar Cəmiyyət sədri vardı, Zemfirə xanım verdi o. Hamı tanıyırsınız, düzdürmü? Həm də ki, o rektordur. Xaricililərin rektoru. Şəfqə xanım Axundova vardı. Yadıma gəlir. Biz hər 5-ci yığılırdı Allah və rəhmət orada eylesin. müzakirə getdi. Şəfqə xanım heç bir adı da yoxdur. Orada mənə bir kəlmə dedi. Anar müəllim, bunun haqqında dövlətə, prezidentə məktub yaza bilərik. Dedim, yaza bilərəm. Nə qədər sənə vaxt lazım? Dedim ki, icazə verirsən, iclasını başlayayım. Mən düşüm kabinetimə orada. Oturum 3 saatdan sonra gətirib verim. Dedi, elə. Bütün bunun avtobiyografiyası qısa, konkret hansı mahnılar. Təqdimat eləmirlər də. İlk opera müəllifi falan şey nə bilim nə. Hamısını getdim, elədim. 3 gündən sonra bəli, təqdimat xalq artisti verdilər. Siz elə deyirsiniz, biz çayxana söhbəti eləməyə. Oturub orada. Şərqdə ilk operanı Olmadı. yazan xanım. Bəli, Şəfiqə. bax verdilər, qəşəng də verdilər. Şəfqə xanım bağırsa indi çıxıb onu qovmadı. Demək, biz də var da ölümündən Şəkidən sonra. Azərbaycanda Mənə bir ilk dəfə, hər tarzan dəfə olur, dedi Azər ki, ilk tarzan anam, sən olur, sayəndə mən qadın- xalq artisti. qadın Mənim sayəndə almadı. Zemfirə xanımın sayəsində aldı. Qadınlar Cəmiyyətinin sədri idi. Məktub sayəsində aldı və özünün imzasını aldı. İnsan sual verərdim sizə. Buyur. Yəni bizdə bu şey var da, yəni o bölümündən sonra necə ki o döyüşən insanlara Elə onda ölümündən dedi. sonra qəhrəmanlıq verirlər. Hələ ki mən Yox, görməmişəm. Ancaq Yox, yəni demək istəyirəm, incəsənətdə var, olanlar, incəsənət. canlı adamlar verirlər, amma mən musiqidə İncəsənət. rəsm görməmişəm. Amma Ceyran xanım o gün Ada dedi ki, Şəfqə xanıma verildi baxın. Şəfqə xanıma baş sağlığında Baxın, mən aldı, nə ha. istəyirəm, siz Yox, elə bir sağ- onu istəyərdiniz ki. Yox, qardaş, sağlığında aldı. Lazım yerlərdən. Məktubdan 3-4 gündən sonra bəli xalq artisti verdilər. Sən nə danışırsan? Yəni elə Mən də- Aygün xanıma da ölümündən sonra nə olar? Elə Hə, xalq tarixdə artisti. belə şey Ceyran görülmüyor. xanım da elə o günləri mənə Verilmir. dedi ki, nədir, nə olsun deyə. Ölümdən sonra mı verəcəklər? Onu mu gözləyirlər? Versinlər də. Mən də onu paxaraşım deyirəm, rusun olmasın. Üzr istəyirəm tamaşaçılardan yaxşılığa görə. Deyirəm ki, versinlər bir parça kağızda, qoy ürəyində qalmasın. Ölüm bütün dünyasıdır. Allah can sağlığı versin Ceyran xanıma. İndi də istərdim Zümrüd xanım ikinci ifasını eləsin. İkimiz bile bile neden belə qalxdıq silə göz yaşımız dönüb silə indi günah nə səndədir nə məndə hər ikimiz bilə bilə neden belə qalxdıq silə göz
yaşımız dönüp selə. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. İndi günah nə səndədir, nə məndə. Ay donar sudan durur, hərimiz bir evin nuru. Həm yaşanır, həm də qurur. İndi günah nə səndədir, nə məndə. Ay donar sudan durur, hərimiz bir evin nuru. Həm yaşanır, həm də qurur. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. Güneylərdə bələnərdi, kuzeylərdə ələnərdi. Məhəbbətlə dinlərdi. İndi günah nə səndədir, nə məndə. İndi günah nə səndədir, nə məndə. İndi günah nə səndədir, nə məndə. Mən sizə çox təşəkkür edirəm bu gözəl ifalarınıza görə. Aygün xanımı yada saldıq bu günləri. Aygün xanımın yeri cənnətlik olsun. Allah rəhmət eləsin. Bir balası min butaq olsun. Çox sağ ol. Siz də ki yaxşı varsınız. Siz ona bacı olmadınız, ana oldunuz. Allah var Haqqınızı eləsin halal sizi, edin. halal Mən də olsun. bugünkü haqqımı halal edirəm. Haqqınızı Əziyyət halal edin. çəkmisiniz, Hamımız dəyərli insanlar, çox Hə. sağ olun, əziyyət çəkmisiniz. Bugün Aygünü yad elədik, var olun, çox ümidvaram ki, Aygünün ruhu şaddır. Bugün gözəl insan, ziyalı insanlar, gözəl söhbətlər Biz elədik. təkcə bu verilişi eləməyik. Başa dönmə. Mən sizə minnətdarlıq bildirdim. Və bunu deməliyik. Biz təkcə verilişdə burada bağışla mən oturub Anar Vəziroğlu ki, bəli, verilişin xəttindən Aygün haqqındadan xeyr. Biz adi qulaq asanda da xatırlayırıq. Adi insan kimi görəndə də xatırlayırıq. Verilişlə ona asılı Bəli, olmuşdur, yəni bəli. təsəvvür edin ki, bu qədər, o qədər ləzzət edir ki, sizə adi bir, ta ki oxuyur da Aygün bəylər. Adam yavaşça qışqırır ki, yoldaşına, uşağına deyir, kızım Aygün bəylər oxuyur. Təsəvvür edirsən, özündən başqasını cəlb edirsən, yəni qulaq as. Budur, mahnının anası da, mahnı doğulur. Mahnı ebədir ki, götürüb sərpayı kimi tullayasan. Mahnı doğulur. Onun dedim 3 müəllifi var ki, bəli. Bunu Aygünün gözəlliyidir ki, o müəllifləri daha doğrusu elə rahatça, rəvan cəmaata ötürüldü ki, deyirsən ilahi, mahnı gözəl yaranır. Söhbət budur. Üçünün bu vəhdəti idi. 3 nəfər vəhdəti. Sağ olsun ona görə. Siz də sağ olun. Çox sağ olun, var olun, minnətdarım. Dəyərli tamaşaçılarımız, dəyərli qonaqlarımız, hamısı bir-birinə dəyərli qonaqlar dəvət eləmişəm. Aygün bəylər haqqında bugünkü veriliş bilirəm ki, tamaşaçıları da sevindirdi ürəkdən.
Yəni mən də çox sevindim ki, qürur hissi duydum. Çox sağ olsun Ağa Səfər müəllim veriliş təşkil edən bu oldu. Sonunda da istərdim bir gözəl ifa eləyəm. Sizlərin istəyinizlə sağollaşam. Davamı yenə gələcək, tamam deyil. Çox sağ olun, təşəkkür edirəm sizlərə. Var olun. Var olun. Bugün ayın üçüdür de gülüm anay nay narinay. Bugün ayın üçüdür de gülüm anay nay narinay. Girme bostan içidir yar girme bostan içidir. Girme bostan içidir yar girme bostan içidir. Dodakların tam şeker, dodakların tam şeker. Dilim badam içidir yar dilim badam içidir. Dilim badam içidir yar dilim badam içidir. Kız belin incedir ay ince. Kız belin incedir ay ince. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Qız belin incədir incə, ləvləri gönçədir gönçə. Dam üstədir damımız de gülüm anay nay narinay. Dam üstədir damımız de gülüm anay nay narinay. Qoşadır eyvanımız, yar qoşadır eyvanımız. Qoşadır eyvanımız, yar qoşadır eyvanımız. Sən oradan çıx mən buradan, sən oradan çıx mən buradan. Hey, 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 hey. Kör olsun düşmənimiz, yar kör olsun düşmənimiz. Kör olsun düşmənimiz, yar kör olsun düşmənimiz. Qız belin incədir ay incə. Kız belin incedir ay ince. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Araqçının məndədir de gülüm anay nay narinay. Araqçının məndədir de gülüm anay nay narinay. Sərmişəm çəməndədir yar sərmişəm çəməndədir. Sərmişəm çəməndədir yar sərmişəm çəməndədir. Dünya gözələ dönsə, dünya gözələ dönsə, mənim gözüm səndədir, yar mənim gözüm səndədir. Mənim gözüm səndədir, yar mənim gözüm səndədir. Qızları gönçədir ay gönçə. Qızları gönçədir ay gönçə. Qız belin incədir